Bismillah. Bürclərin 18 iyula ən doğru proqnozu. 18 iyul üçün bürclərin proqnozu belədir. Qoç, iş və maliyyə mövzularında fəallıq artacaq. Tələskən qərarlardan uzaq durun. Boğa, şəxsi münasibətlərdə xoş sürprizlər mümkündür. Yeni tanışlıqlar uğurlu ola bilər. Əkizlər, yarımçıq işləri başa vurmaq üçün münasib gündür. Səhhətinizə diqqət yetirin. Xərçəng, yaradıcılıq və ailə məsələlərində uğur sizi gözləyir. Xoş xəbər ala bilərsiniz. Şir, liderlik keyfiyyətləriniz ön plana çıxacaq. Maddi məsələlərdə ehtiyatlı olun. Qız, planlarınızı həyata keçirmək üçün əlverişli gündür. Vacib sənədləri diqqətlə yoxlayın. Tərəzi, romantik münasibətlərdə müsbət dəyişikliklər mümkündür. Böyük xərclərdən çəkinin. Əqrəb, iş həyatında yeni imkanlar yarana bilər. Sakit davranmaq sizə üstünlük qazandıracaq. Oxatan, səyahət, təhsil və yeni biliklər üçün uğurlu gündür. Nikbin olun. Oğlaq, maliyyə məsələlərində qazanc ehtimalı yüksəkdir. Riskli addımlardan uzaq durun. Dolça, tərəfdaşlıq və əməkdaşlıq sahəsində uğurlar mümkündür. Duyğularınızı açıq ifadə edin. Balıqlar, iş yükü artsa da zəhmətinizin bəhrəsini görəcəksiniz. Axşam saatları istirahət üçün əlverişlidir. Günün ən şanslı bürcləri Şir, Xərçəng və Oğlaq. Günün daha gərgin bürcləri Qoç, Əkizlər və Əqrəb.